bizim həyatımızda en qədər sevinç üçün səbəb olur. Biz kədər üçün səbəbi, iki dənə səbəbi tuturuq burnumuza, onun qoxusundan başımız xarab olur, məhv oluruq. Bir it leşi olur yerdə. Adamlar bunun ətrafında şey deyir, nə pislik gəlir bundan, nə eybəcərdir bu it, nə eybəcərdir deyir. İsa Peyğəmbər yanından keçirmiş, baxır deyir, baxın necə dişləri var. Yəni bu sağlam adamın münasibətidir. O orada yaxşı şeyləri görür. Bunlar isə ancaq o üfunəti görürlər. Və insanların da çoxsu həyatlarındakı onlara rahatsızlıq verən şeyləri daha çox görürlər. Egoistcəsinə, axmaqcasına. Əslində çox xoşbaxtdırlar insanların çoxsu. Bunun fərqində deyil.